Çörək bizim üçün əsas süfrə mədəniyyətidir. Ona olan hörmət, qayğı, yanaşma da bambaşqadır. Buğda ununun, xəmirin və isti çörəyin qoxusu bizə nostalji hisslər gətirir. Hər çörək sevgi ilə hazırlanır. Analarımızın çörəyi kimi. Həm də çox dadlıdır. Axı bunu da analar bişirir. İşin ləzzəti sonda bəhrəni balanla bölüşəndə olur. Mənim və aləmin sevimli çörəyi, nur çörək.